Əziz tamaşaçılarımız, hamınızı xoş gördük. Elə mahnı ilə başladıq. Etiraf verilişi artıq efirdədir. Siz bilirsiniz ki, etiraf proqramına siz Divan Konsept Mebel mağazasının və Paytaxt Bakı restoranının sponsorluğu ilə baxırsınız. Və bu günləri bizim dəyərli qonağımız, Respublikamızın əməkdar artisti, dəyərli sənətkarımız Cabir Abdullayev və onun tələbələridir. Cabir müəllim, xoş gəlmişsiniz. Hoş gördük İlham müəllim. Xeyli vaxtdır ki, nə istəyirik bir yerdə olaq, nəsə alınmır. Alınmır, qismət bu günə imiş. Bəli. Təşəkkür edirəm dəvətinizə görə. Təşəkkür edirəm gəldiyiniz üçün. Və tələbələrlə bir yerdə gəlmək özü də çox xoşdur. Ona görə ki, bunların sənətdə ilk addımlarıdır. Bəli. Siz başda olmaqla, mən də bir müəllimləri kimi həmişə gərək cavanlara dəstək olaq. Bəli. Bunlara həmişə belə deyək də, bunların yanında olaq ki, qoy bunlar da bizdən öyrəndiklərini gələcək nəsilə ötürə bilsinlər. Bəli. Və televiziya tamaşaçılarını salamlayıram. Günləri həmişə belə gözəl verilişlərlə, belə musiqilərlə, gözəl muğamlarla keçsin. Amin. Təbii ki, bizim xalqımıza xoş günlər yaraşır. Amin. Bizim bir problemimiz var idi. Bəli. Qarabağ Bəli. problemi. O da Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Onları sağlam həyatına qaytarsın və bizim Ali Başkan komandanımızı Allah qorusun. Amin. Amin. Doğrudan da bu çox böyük bir qələbə oldu. Xalqımızın çox böyük bir qələbəsidir. Yəni bundan sonra, bu qələbədən sonra biz elə həmişə bax belə gözəl verilişlərdə olmalıyıq. Amin. Amin. Xalqımıza gözəl musiqiləri təqdim eləməliyik. Amin. Və kanalınıza rəhbərliyi başda olmaqla əvvəlcədən şəxsən sizə təşəkkür edirəm. Uzun illərdir mən sizi tanıyıram. Təşəkkür edirəm. Həmişə dəstəyiniz olub. Təşəkkür edirəm. Ümumiyyətcə tək mənə yox, sizin sənət aləmində mən dəqiq bilirəm ki, çox sənətkarlara dəstək olmuşsunuz. Təbii ki, onun biləni də var, bilməyəni də var, amma hər şeyi bilən Allahdır. Bəli. Allah sizin ürəyinizə versin. Amin. Mən təşəkkür edirəm dəvətinizə. Mən təşəkkür edirəm. Cabir müəllim, təxminən neçə il bundan qabaq etirafda olmuşsunuz? Hələ taliyə yollarında, etirafda neçə il keçirsiniz? Neçə illərdir. Mən arada, Allah ruhunu şad eləsin, Həsən Mirzə. Bəli. O vaxt mənim haqqımda o bir intervyu vermişdi sizə. Bəli. Hələ də mən onu görsəm, müəyyən vaxtları var ki, mən onu dinləyim. Elə gözəl danışmışdı ki, orada. Bəli. Elə bir ki, bir musiqi şünas danışır. Bəli. Həqiqətən. Neçə il olar? Mən sizə atarım onu. Təxminən neçə il bundan qabaq olub? Təxminən bir 15 il olar bəlkə də. 16-17 il. Hə, 16-17 il bundan qabaq. Uşaqlar, sizin müəlliminiz daha cavan idi, daha gənc idi və bu günləri müəlliminiz 16-17 ildən sonra maşallah bir ordu ilə üstümə gəlib. İnşallah o gün olsun, illər keçsin, siz də öz tələbələrinizlə gələsiniz, Allah qoysa. Bax, mənim missiyam budur. Bundan gözəl nə missiya olacaq? Düzdürmü? Ən gözəl missiya budur. Doğrudan da sizin elə kanalın rəhbərliyi də sağ olsun ki, mən verilişlərə baxıram. Şəxsən Elsəvər müəllimə öz minnətdarımı bildirirəm. Ədalət müəllimə, Elsəvər müəllimə. Bəli, ona görə ki, burada bizim milli musiqilərimizə daha çox böyük yer verilir. Və verilişlərdə hamısı, inanın ki, evimizdə oturub rahat biz verilişə baxa bilirik. Bəli. Çünki burada o səviyyə qorunur, həm aparıcıların özünün o qabiliyyəti, o illərin təcrübəsi, təbii ki, bu kanalın rəhbərliyinin nəzarəti. Bəli. Yəni, inanırsınız ki, bilirsiniz, nə boyda təbliğatdır. Əlbəttə. Mən çox təəssüf ki, indi bizim bəzi verilişlərimiz var. Məsələn, orada mən baxıram, doğrudan çox çətindir. Ay Cabir müəllim, hərdən özüm deyirəm ki, artıq deyir Koroğlu Misri qılıncı ilə döyüşür, tüfəng çıxır, deyir, getdi o devran. Hərdən mən özüm deyirəm ki, 31 ildir artıq Azərbaycan Dövlət Televiziyasından, ondan sonra Space kanalından və artıq buradayam, artıq 31 ilim tamam oldu. Hərdən deyirəm ki, İlham həvəsdir, bəsdir, get, artıq yaşdaşmısan. Deyirəm, yox, hələ getməyəcəm. Hələ getməyəcəm. İlham müəllim, mənim yadımdadır bir dəfə Novruz bayramı
burada bir veriliş Bəli, hazırlamışdınız. bəli, Çox bəli. möhtəşəm idi. Bəli, gözəl idi. Hamı, Yəni dəyərli təbii ki, o sənətkarlar. böyük bir zəhmətlə başa gəlirdi. bəli. Böyük zəhmətin bəhrəsi idi. Təbii. Yəni üzünüzə görə demirəm. Yəni Allah sizi Allah var sizdən eləsin. razı olsun Allah ki, sizdən razı olsun. çox deyən insanlara həmişə dəstək olmusunuz. Mən bilirəm, Təşəkkür sizi edirəm. Var tanıyıram. olun, var olun. Siz Yəni də verilişiniz də həmişə uğurlu olsun, baxımlı olsun. çox sağ olun. Öpürəm sizi. Var olasın. Hamınız var olasınız. Allah sizi qorursun və həmişə elimizdən, obamızdan, səhnəmizdən əski olmayasınız. İndi nə gözləyirik? Tamaşaçılarımız gözləyir, İndi də, gözəl. Saleh çox gözəl bir mahnı ifa elədi, Mehriban olan və Bəli. orada çağırgah muğamından bir neçə hissələri ifa elədi. Birinci dəfə də efirə çıxır. Yəni birinci Xeyirli dəfəyə uğurlu olsun. çox gözəl idi. Öz aramızda. Hə. Kim birinci dəfə mənim verilişimə gəlirsə, ad alır. Ondan sonra dövlət tərəfindən dəyərləndirilir. Ondan sonra verilişimin ayağı yüngüldür də. Visalə, sən uddun, bala. Xeyirli uğurlu olsun hamınız. Şükür Allaha ki, yəni doğrudan da bizə bu imkan verilib Milli Konservatoriyada. Bəli, bəli. Mən rəhbərliyi salamlayıram, Kamilə xanımı. Doğrudan da bizə hər cür şərait var. Biz orada elə gözəl bizim otaqlarımız var ki, orada bizim üçün o qədər gözəl şərait var ki, biz də çalışırıq ki, bax, bizim gələcəyimizdir, bizim belə deyək də, evladlarımızdır, Bəli, balalarımızdır. bəli, bəli. Bunlar orada, yəni, bu sənətə mükəmməl yiyələnsinlər. Biz də bir müəllim kimi əlimizdən gələni çalışırıq, özümüz də öyrədirik, özümüz də öyrənirik və muğam sənəti elə bir sənətdir ki, İlham müəllim, bunu nə qədər öyrənsən azdır. Yəni, gedib çıxa bilməzsən. Çox dərindir, çox dərindir. Mən çox Allaha şükür eləyirəm ki, elə tələbələrim də xasiyyətcə də mənə oxşayırlar. Mən oxumaqdan əlavə həm də ki, mənim özləri xasiyyətimi bilir ki... Sən Allah tez inciyən deyirlər. Yox, yox. Tez inciyən deyirlər. Yox, yox. Müəllimləri tez inciyəndir. Yox, niyə inciyirəm? Müəllimlər... Ay! Bilirsiniz niyə? Bürcüz neydi sizin? Oxatan. Oxatandı da. Oxatandı da. Ona görə də tez-tez inciyir. Ona görə incitmək lazım deyil də. İncitmirik ki. Oxatanlar özləri oxa atır, sonra da özləri inciyir. Neyniyək? Amma sənətkarların qayğısına qalmaq lazımdır. Sənətkarlara dəyər vermək lazımdır. Sənətkarlara həmişə şəxsən bir aparıcı kimi hörmətlə yanaşmaq lazımdır və biz fəxr edirik ki, bu günləri sənətkarlarımız bizim qonaqlarımız olur. Öz tələbələri ilə bu artıq bir necə deyim, yüksək nəticədir. İndi açıq etiraf edin, bu mahnını siz də oxumusunuz. Oxumuşum, bəli. Bəli, oxumusunuz. Bəli. İnanın ki, o oxuyanda... O mahnı biraz çətin mahnıdır. Çətin mahnıdır, mən bilirəm. Orada çünki dayanma var, o başqa yəni keçidlər var. Bəli, bəli. Həm də ki, o mahnını oxuyanda gərək ora ürək qoyasan. Təbii. Hikmət də öftəsindən doğrudan da yaxşı gəldi. Gəlir. Yəni, inşallah bundan da mükəmməl oxuyar. Siz xəbəriniz var ki, sizin tələbələr o muğamları oxuduqca mən də burada oxuyuram. Çünki hamısını bilirəm. Əlbəttə. Bütün keçidləri bilirəm mən. Siz bilməsəz, yəni o mümkünsüzdür. Allah hamd olsun, inanın. Özümdən bir ixtiyarı olaraq... Artıq İlham müəllim, neçə ildir siz bu işin? 31 ildir. Hə, 31 ildir. Allah rəhmət eləsin. Canəli Əkbərov, Allah rəhmət eləsin. Ağxan Abdullayev, Habil Əliyev, böyük sənətkarlar. kimləri deyim, kimləri deyim, hamısı Allah ömür versin, Arif Babayev, hamısı, kimlər gəldi, kimlər getdi. Yəni, inşallah... Süleyman Abdullayev, Sabir Mirzəyev. Bəli. Çox. Yaqub Məmmədov. Qəndab Quliyeva, Allah rəhmət eləsin, Allah rəhmət eləsin, Allah məkən. Allahını şad eləsin. Amin. Allah sizlərə ömür versin və inşallah ki, Allahın köməyini. Ona görə də bu muğamlar hamısı oxuduqca, mahnıları oxuduqca, mən özüm də incəsənəti qutardığıma görə və 31 ildir bu sənətdə olduğuma görə artıq bir muğam ifası, bir muğamı oxuyanda uşaqlar, inanın ki, mən onun bütün sözlərini bilirəm. Hətta tarı kamanı belə ifa eləyəndə onu bilirəm ki, burada nəsə olmalıydı, olmadı. Yəni, bunları hamısını bilmək lazımdır. Əlbəttə, yəni bizim milli musiqimizdir. Bizim muğam əsasında ana laylamızdır. Təbii ki, biz bunu hamımız
eşidəndə elə bir ki, biz körpəliyimizə, uşaqlığımıza qaydırıq. qayıdırıq. Bizim anamız yadımıza düşür. Bəli, bəli. Anamızın bizə laylası yadımıza düşür. Bəli, bəli. Təbii ki, bu bizim canımızda, qanımızda Bəli. devr eləyir bu musiqi. Ruhumuz qidalanır onu ilə, bəli, bəli, bəli. Siz də ki, istedadlı, hissiyatlı bir insansınız. Allah sizə canınızı sağ eləsin. Cabir müəllim, neçə evladınız var? 2 evladım var. Ailəlidirlər, subaydılar. Subaydılar. İkisi də. Bəli. Neçə yaşları var? Bir qız, bir oğlandır. Bəli. Hə, oğlanın neçə yaşı var? Nizatın 31 oldu. 31 oldu. Niyə bəs İnşallah qismətdir. evləndirmirsiniz? Allah bütün balaları xoşbəxt eləsin. Amin. Cabir müəllim, artıq baba olmaq vaxtıdır. Hələ tezdir. Yox, verirsiniz. Baba ayrı şeydir də, nəvə ayrı şeydir. Allah qismət eləsin inşallah. Onun zarafat eləyirəm. Bilirəm. Amma həqiqətən çox deyirlər çox gözəldir. Çünki mənim yaxın ətrafımda dostlarım, Atası kimi yaraşıqlıdır da. nəvələri var. İnan ki, mən də hələ o dostlarımın nəvələridir. Mən onları o qədər çox istəyirəm ki, hələ insanın belə özünün belə canı qanı olanda doğrudan da Allah bütün atalara, analara Amin. sizə də nəsib eləsin Hamımıza, inşallah. bəli, hamımıza. Çox gözəl bir nemətdir. Elə sizin nə yaşınız var ki? Siz elə maşallah, inşallah, İnşallah, hələ evet. indi çiçəklənən dövrünüzdür. Maşallah, belə baxanda doğrudan da can sağlığı götürüb versin, gördü. amin. Sizin o qədər də yaşınız yoxdur. Təcrübəniz çoxdur. Təcrübəniz çoxdur. Mən hərdən özümü belə qınayıram, nə də. Niyə? Çox hissiyatım çox güclüdür. Hə, O mənə çox mane olur. çox. Elə Həddindən artıq. çox dərinə gedən insanam, üzr Bilirəm. istəyirəm. Yəni birdən özümdən asılı deyil də. Görürəm ki, elə bir insan elə bir şeydən danışır ki, heç onun ora aidiyyəti yoxdur. Amma təbii ki, indi hərə özünə görə insandır. Heç kim Təbii. ideal deyil həyatda. Təbii. Mən heç kimdən fərqli deyiləm, heç kimdən artıq deyiləm, nə də ki, əskik deyiləm. Amma müəyyən məsələlər... Xasiyyət odur da. Xasiyyətim də belədir ki, qarşımdakı insan biraz görürəm ki, özünü böyük aparanda nəsə xoşlamıram. Mən həmişə elə insanam ki, özümdən yaşda... Bax, tələbələrimdən mən sinifdə müəllim tələbə, çıxdıq çölə, dostluq. Yəni də Elə də xətir, olmalıdır. hörmətimiz yerindədir. Hətta evlad valideyn arasında Bəli, belə olmalıdır. evladımla da mən Bəli, dostam. bəli. Çünki mən necə varam o cür nəyəm. Mən həyatda o rola girə bilmirəm. Rol mənlik deyil də. Yəni, indi siz özünüz də bu məsələləri çox yaxşı bilirsiniz, mən nə deyirəm. Bilirəm. O mənəmliyi sevmirəm. İnsan, məsələn, laf elə musiqi sahəsində də görsən ki, nə qədər yaxşı oxusan da, yaxşı bilsən də, həmişə biraz deməlisən ki, yəni Allahın verdiyinə şükür olsun. Məndən də yaxşılar. Elə deməlisən. Bu sənət bilirsiniz, İlham müəllim necədir? Gəldin, getdin. Cavanlıq, orta yaş, sonra biraz yaşlanırsan. Hər yaşın sənətdə öz yeri, öz gözəlliyi var. Bəli. Yəni, təbii ki, cavan vaxtı biraz başqa cür enerjide olursan, yəni, biraz getdikcə sənəti daha da mükəmməl öyrənirsən, səsin dolur, belə samballı olur. O da Cabir müəllim, gəlin, elə gənclikdə dayanaq. Cabir müəllim, mən gələndə, siz bilirsiniz ki, mən Instagramda, TikTokda, ondan sonra Facebookda hər yerdə paylaşdım ki, bugün bizim dəyərli sənətkarımız Cabir Abdullayevdir qonağımız. İnanın ki, mənim hətta iş nömrə var, nömrəni buradan veririk, həməşə orada yazırlar. Hamı yazdı ki, nə gözəl, amma xahiş edirik Cabir müəllimdən ki, bir dənə atasız dünya mahnısını ifa eləsin. Bunu mən yox. Bunu bütün demək olar ki, Azərbaycan tamaşaçıların adından sizdən xahiş edirəm. Bu sizin bilirəm bugün repertuarınızda yox idi, amma xahişimiz də indi eləyərsiniz də sağ olun, eləməzsiniz də sağ olun. Ümumiyyətlə, necə yarandı bu mahnı? Deməli, Allah rəhmət eləsin, Əli Mehdi kişi var idi, Bərdəli, şair. Bir də onun bir kitabını mənə vermişdilər. Oğlu vermişdi mənə. Nəsə gətirdim evə. Evdə baxanda o evdə uşaqlar o atasız dünyaya rast gəliblər. Mənə dedilər ki, bəs bu gözəl bir ata haqqında bir
belə bir şeir var. Dedim, inanın ki, mən onu özüm belə deyək də, əzbərləyəndə neçə dəfə ağlamışam. Mən özüm siz oxuyanda həmişə onu ağlayıram. Mən onu oxudum, inanın ki, o çox böyük belə kütlənin belə deyək ki, sevgisini qazandı. Bəli. İnanın ki, məni ona görə nə qədər məclislərə çağırıblar ki, gəl bir dənə ona oxu. Çünki Cəmil müəllim, sizə bir söz deyim. Hamımızın başımızın tacı atadır. Bəli. Doğrudan da ey insanlar, atanızın qədrini sağlığında bilin. Buradan dünyasını dəyişən atalara mən deyirəm, gəli Allah rəhmət eləsin və dünyada olan atalarımıza Allah can sağlığı versin. Doğrudan da evlad həmişə atı ilə fəxr edir. Əgər bir atanın nəfəsi bir evladın arxasındadırsa, bir əli evladının çiynindədirsə, bir evlad hiss edir ki, onun arxasında ata dayanıb, o da elə bir dağ dayanıb. Ona görə də atalarımızın qədrini bilək. Dünyası dəyişəndən sonra düzü dünyanı verir, 3 verir, 7 verir, 40 verir, nə bilim, mərmərdən daş saldır, fərqi yoxdur. Çünki qara daş göz yaşlarını sevmir, qara daş gülü sevmir, ancaq sağlığında. Vallahi. Mən də onu deyirəm ki, Allah bütün atalarımızı, ölənlərə Allah rəhmət eləsin, bütün böyüklərin, ağsaqqalların qarşısına baş əyirəm. Çünki doğrudan da böyüyünü saymayan, böyüyünü tanımayan həyatda heç vaxt uğur qazana bilməz. Evladın da üstündə bir ata-ananın bir xeyir duası yaxşı mənada olmasa o evlad heç vaxt xeyir tapmır. Mən Allahdan bütün ataları sağlam istəyirəm ailələrdə. Allah ölənlərə rəhmət eləsin. Qalanlarımıza da can sağlığı versin və analarımızı da var olsun ki, onlar da bizim doğrudan da başımızın tacıdır. Bəli. Allah hər bir qızı, bizə baxan bütün qızlarımız baxır. Allahdan arzu edirəm ki, sizi ay subay qızlar, atalarınız o lampanın başından özü xeyir duanızı versin, evdən çıxarsın. Və analarınız alnınızdan öpüb, sizin arxanızca su atsın. Əziz istəkli tamaşaçılarımız, indi mən istəyirəm ki, Cabir müəllimin tələbələri bir-bir təqdim edeyim. Al mikrofonu verirəm, başdan. Özünüzü təqdim edeyim, bir-bir ötür hamısını. Mənim adım Hikmətdir, Əkbərli Hikmət. Cabir müəllim tələbəsiyəm. Buradan efir vasitəsilə bizi izləyən dəyərli tamaşaçıları salamlayıram. Çox sağ olun. Təşəkkür ederim. Ötürün. Bir-bir qısa-qısa deyin, özünüzü təqdim edin. Hamınız Cabir müəllimin tələbəsiniz olsunuz da. Bəli. Süleymanzadə Fidan. Hamını salamlayıram və təşəkkür edirəm ustadımıza ki, bugün bu şəraiti bizə yaradır. Çox sağ olun müəllim. Buyurun. Axşamınız xeyir olsun. Mən də bizi izləyən hər bir kəsi salamlayıram. Aydan Süleymanzadə və ustadımıza, sizə, kanalın rəhbərliyinə özlərinin təşəkkürümü bildirirəm. Təşəkkür edirəm, var olun. Buyurun. Salamlayıram hər bir kəsi, axşamınız xeyir olsun. Mən Məmmədova Vüsalə, Cabir müəllimin tələbəsiyəm. Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi. Çox sağ olun İlham müəllim, siz də bu şəraiti bizim üçün yaratdınız. Dərin təşəkkürümü bildirirəm. Çox sağ olun Cabir müəllim, siz də. Mən də salamlayıram sizləri, Cabir müəllimi, İlham müəllim sizi. Efir qarşısında əyləşən tamaşaçılarımı salamlayıram. Adım, familiya? Sadiq Qasımov. Sadiq Qasımov, bəli. Cabir müəllimin tələbəsi olmuşam. Hal-hazırda da İncəsənət Universitetindəyəm, magistr tələbəsiyəm. Halal olsun sənə. Çox sağ olun. Maşallah. Verin, bir də zəhmət olmasa ifa eləyənlər tar, kaman, nağara. Çox sağ olun. Mən də təşəkkür edirəm bizi dəvət elədiyinizə görə. Dəyərli sənətkarımızla minnətdarıq. Mən Sadıq Sadə Elnur. Ustadımıza dərin minnətdarlığımızı bildiririk və efir rəhbərliyinə həmçinin isə də çox sağ olun, minnətdarıq. Təşəkkür edirəm, ay Allah, ne diyor, ay Allah, canım Axşamınız xeyir olsun. Axşamınız xeyir. Bizi izləyən tamaşaçıları da salamlayıram. Mən İskəndərov maşallah. Ustadım xalq artisti Elçin Həşimov, buradan salamlayıram. Elçini öpürəm, bağına Eləcə də baxıram. Cabir müəllimə təşəkkür edirəm ki, bugün bizi bura dəvət edib. Sizə də çox sağ olun. Təşəkkür edirəm.
Adın maşallah oldu. Sənə maşallah. Super. Qəşəng tarda ifa eləyirsən. Musiqiçiləri də mikrofon qoyuram. İstəyirəm qeyd edeyim mən özümdə. Maşallah çox istedadlı bir oğlandı həqiqətən də. Maşallaha maşallah demək lazımdır. Elçin elə maşallahın müəllimi Elçin müəllim də cavanlıqda mənlə işləyibdi. Bəli. Bir 13 il bir yerdə işləmişik. Doğrudan da efir vasitəsilə salamlayıram. Allah canı sağ eləsin. Amin. Maşallah da çox istedadlı oğlandı və axır vaxtlarda bir yerdəyik. Bizim o nağara çalan bir balamız var. O qədər tərbiyəlidir. Çox, çox. Hiss səsi çıxmır. Biz məşqə elə bir ki, müəyyən vaxtları təyin eləyəndə 1 saat qabaq gəlirəm ki, dayanım orada. Hansı bürcənsən? Bürcü nədir? Əkizlərsən, ona görədir də, əkizlərdir. Kamança çalan bizim ona görədir. Balaca Elnur Əhmədovun tələbəsən, hə? Elnur da elə... O da Elnur müəllimin. Ay, maşallah, maşallah. Salamlayırıq Elnur qardaşımızı. Yəni, doğrudan da inkişaf var, həqiqətən musiqimizdə çox inkişaf var. Biz də çalışırıq ki, nə bacarırıqsa bildiyimizdən tələbələrimizə öyrədək. Həqiqətən bu bizim bir müəllimlik borcumuzdur, bir insanlıq borcumuzdur ki, bu sənəti əgər biz bu sənətə yiyələnmişiksə, mən özüm Arif Babayevin tələbəsi olmuşam, efir vasitəsilə salamlayıram. Arif müəllimi öpürəm sizi, bilirəm sanatoriyadasınız, bilgəhdədir, mən gedəcəm yanına. Allah sizə ömür versin. Allah ona can sağlıq versin. Bilgəhdədir də, kardiyologiyadadır, deyəsə, gedəcəm inşallah. Həmi xanəndə kimi, həmi şəxsiyyət kimi xalqımızın arasında çox böyük bir hörmət qazanmış. Ümumiyyətcə, bütün muam ifaçıları Arif müəllimi özünə üstad bilir. Bəli. Mən də elə fəxr edirəm ki, doğrudan da elə bir insanın, elə bir şəxsiyyətin belə deyə əlindən su içmişəm. Və mən onu qeyd edeyim ki, İlham müəllim, bizim başqa tələbələrimiz var, gözəl tələbələrimiz də var. Yəni, təbii ki, biz hamını bura yerləşdirə bilmədik. Məsələn, Nərmin Adgözəlova var, sonra Əliş var, sonra balaca bir Aydanımız var, sonra Dünyamin var. Maşallah, onları gələn verişlərimizdə bir hissə-hissə. Onlar da inşallah gələn verişlərdə həm də efiri qədəm qoysunlar da. İnşallah, yox, çıxmışıq efirlərə. Mən həmişə çalışıram ki, yəni özləri də xasiyyətimi bilir. Deyirəm ki, əl-ələ verək, yaxşı bir musiqi təqdim eləyək xalqımıza. Təbii ki, səviyyəli musiqidən gedir. Bu bizim bir sənətkar kimi borcumuzdur. Bəli, bəli. Yəni, siz də ki, çox sağ olun ki, bax, bu günlərimdə həqiqətən bu fürsəti verdiniz. Aycan, bizim borcumuzdur. Yəni, həqiqətən milli musiqimiz həmişə öndə olmalıdır. Yaxşı yadıma düşdü. Sizə bir sual verim. Cabir müəllim, doğrudanmı böyük bir məktəbdir? Xahiş edirəm. Xeyr, məktəb... Buna siz cavab verin. Mən məktəb deməzdim. Yox, məktəb biz hansı ki çalışdığımız musiqi akademiyasıdır, konservatoriyadır, bizimki milli konservatoriyadır, sonra İncəsənət Universitetidir, həm Asif Zeynallı adına bizim salamlayıram, Nazim müəllim də gözəl insandır. Oy, Nazim müəllimi mən cavanlıqdan tanıyıram. Toy bilirsiniz nə deməkdir? Bax, mən deyim onu, yəni siz mənə sual verdiniz, mən bunu təmsəmmi? Bəli, siz cavab verirlər sizdə. Hərə özünün bacardığı, səsinin imkanı hansı repertuarlara çatırsa və özünə bir yol tuta bilirsə, necə yol, yəni o toyda, toy özü də götürəndə məktəb olmasa da, amma çətin bir yer. Təbii, təbii. Çünki nə qədər insanlar var orada, nə qədər insanların zövqləri, hər cürə psixologiyada olan insanlar orada. Çünki bizim böyük xanəndələrimiz də, gözəl sənətkarlarımız da toylara gediblər. Təbii. Yəni, təbii ki, sənət, ümumiyyətcə sənətin o qədər dərinliyi var ki, bu muğam sənətinin. Bu çox dərin bir dəryadır. Amma mən elə gəlir ki, sizin dediyiniz də odur ki, insan ümumiyyətlə sənət adamı təhsil almalıdır. Və ondan gedir söhbət. Təhsil almalıdır. Məsələn, musiqi məktəbi. Bəli. Sonra sonra gəlirsən konservatoriya. Yəni, onunla bitmir. Onunla bitmir. Bəli, onunla bitmir. Yəni, magistr. Bəli. Görün, nə qədər sən etaplar keçməlisən ki, sən olmalısan bir
sənətkar, belə deyək. Bəli. Düzdür, belə bir şey dedi, gəlin düzün deyək. İstedadı verən Allahdır. Bəli. Bəzən elə ifaçılar var ki, heç onların təhsili yoxdur, amma o qədər Allah ona xüsusi bir istedad verir. Bir istedad. Amma onunla belə o yenə də təhsil görməlidir. Mütləq. Çünki bünövrədir, musiqinin bünövrəsi. Ay müəllim, bax təhsil görməsə, o nə bilər qatar nədir, o nə bilər şahnaz nədir, o nə bilər kəsmə şikəstə nədir. Onların elə bir dərinlikləri var, onun xırdalıqları işlətmək lazımdır. Mən hər kəsin buradan, hamısı demək olar ki, sənət aləmində olanlar, hamısı bizim əzizlərimizdir. Hamısına münasibətim çox yaxşıdır. Bəli. Mən səmimi də insanam. Yəni, heç kimin burada xətrinə dəyəsi bir söz demirik. Biz sənətdən yəni, biz bunu deməliyik, doğrudan da. Mən özüm də məclislərə gedirəm, toy şənliklərinə gedirəm və indiki məqamda bizim o palatka toylarımız var idi, biz deyirdik, mən onu üzr istəyirəm, dönə-dönə. Cabir bənim, gəl açıq etiraf edək ki, bu günlər toy aparmağa nə var ki, 3 saat, 4 saat toy aparırsan da. Bax, məktəb oradaydı. Məktəb o vaxtı Nardaran, Maşdağa, zonalarda axşamdan səhərə qədər canlı muğamlar oxumaq idi. Həm də İlham müəllim, burada nə idi gözəllik? Kənd cəmaatı, buradan mən Bakı kəndlərinin bütün insanlarını salamlayıram. Bəli. Gözəl insanlardır, həmişə muğamımıza, milli musiqimizə qiymət verən. Xanəndə birinci o toyxanada pişirdi, belə deyək. Həm də necə? İndi məsələn, mən toylarda baxıram da, az muğam oxunur, da arxasınca nəyəsə bir mahnı. Ancaq oynamaq. Hansı qəzəli istəyirsən oxuya bilər, amma kənd yerində elə deyildi. Çünki insanlar onun bütün qəzəlləri bilirdilər. Və xanəndə də özündə məsuliyyət hiss eləyirdi. Bütün qəzəlləri çalışırdı, öyrənsin ki, toyda məsələn kimsə hansısa bir qonaq, hansısa bir qəzəl sifariş verər, o bilməz. Yəni, baxmayın da, bu pisdir ki, xanəndə utanar. Sizə qurban olun. Nardaran, Maşdağa cəmaatı artıq muğamın, necə deyim, hamısını əzbər bilirlər. Onların yanında çıxıb getmək üçün, o kəndlərə getmək üçün şir ürəyi yemiş bir... İndiki toylarımız... Qarabağ toyları olsun. Bəli, indiki toylarımız, amma çox təəssüf ki. Bəli. Biraz başqa musiqilər üstündə qurulub. Bir dəfə Arif müəllim bir haradaydısa belə bir söz işlətdi. Dedi, valla dünən bir toya getmişdim. Deyir, orada nə tər bir hayküy var idisə, gələndə deyir, çaşıb gedib qonşu bloka girmişəm. Deyir, o səsküydən nə tər baş. Bəli. İndi bilirsiniz, bu toylarımıza bu musiqiləri qaytarmaq lazımdır. İnanmıram, Allah köməyimiz olsun. Yəni, siz inanın ki, nə qədər də mahnılar olsa da, yenə o mahnılar biraz vaxt gedəndən sonra moddan düşür. Bəli. Amma görün, nə gözəl xalq mahnılarımız var. Ki, illərdir elə biz onunla böyümüşük. Gəlinlərimiz, qızlarımız evləri süpürmüşəm sarayı, həsir basma dolan gəl. O vaxtı o gözəl mahnılar, gözəl muğamlar yadda da qalırdı. Amma indi nə sözlər yadda qalır, nə musiqi yadda qalır. Ümumiyyətcə, məktəb sözü biraz çox ağır bir söhbətdir. Yəni biz, Allah ruhunu şad eləsin, Seyid Şuşunski. Bəli. Biz bu tələbələrə o Seyid Şuşunskinin o muğamları ki, ardıcıllığa düzüb ha. Biz bu günlərim onun dərsini deyirik. Bəli. Yəni məktəb odur. Onda gəlin belə eləyək. Sizin məktəbdən danışaq. Nə ifa eləyəcəklər? Sadiq Mahir üstündə bir uşaq şöbəsini ifa eləyib. Arxasınca bir səhv eləmirəmsə aşıq mahnısı olmalıdır. Nə gözəl, nə gözəl, nə gözəl, nə gözəl. Buyurun. Səbrim tükənib yol gözləməkdən, səbrim
sevməkdən yoruldu baxmaqdan yola gözlərim. Bir səni axtarır, bir səni axtarır, bir də kəsliyi. Boylandıqca sağa sola gözlərim. Aman, aman, ay canım ay. Əzeldən olmuşsan, əzeldən olmuşsan əhdə vəfasız. Məhəbbəti soyuq, eşqim baharsız. Biz belə deməmişdik, etibarsız. Necə qıydıq qalan, qala gözlərim. Aman, aman, aman. Əgər mən olsaydım sənin yerinə, əgər mən olsaydım sənin yerinə, istəsəm deyərdim ana gözlərim. Əzablı əhdini başa yetirdi, hicran mənlimi aldı itirdi. Şaləsi qaraldı, çağrı gətirdim, sən həsrət qarayıb, qara gözlərim. Aman, aman, yarım aman, 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 ey dağ, aman, boylananda qızı günəş, boylananda qızı günəş, üfüq yanar səhər, səhər, üfüq yanar səhər, səhər. Erkən uçan al buludlar, erkən uçan al buludlar, al boyanar səhər, səhər, al boyanar səhər, səhər. Nə gözəldir bizim səhər, nə qəşəngdir bizim səhər. Daşar yaylaqlara, ceyran daşar yaylaqlara, sürü qalxar göy dağlara, sürü qalxar göy dağlara. Quşlar yaşır bu dağlara, quşlar yaşır bu dağlara. Uçub qalar səhər, səhər, uçub qalar səhər, səhər. Nə gözəldir bizim səhər, nə qəşəngdir bizim səhər. Işık sarar, kəndizləri çıxar yola, tarlalara ışık sarar. Hünər ilə qurub qala, hünər ilə qurub qala, bizim gözəl səhər, səhər.
nə gözəldir bizim səhər, nə qəşəngdir bizim səhər, nə gözəldir bizim səhər, nə qəşəngdir bizim səhər, aman aman, aman aman. Teşekkür ederim, maşallah. Çok güzel. Bu Aşıq mahnısını kim oxuyub görəsən əvvəl? Lap əvvəl kim oxuyub? Aşıq Şakir. Aşıq Şakir. Çox qəşəng. Aşıq Şakir. Yox, ondan qabaq oxuyanlar olub. Yox. Bu köhnə mahnıdır. Samirə hara, bu mahnı hara? Samirə elə dünənki uşaqdır. Bu mahnı çoxdankıdır. Bəlkə də bizdən böyük. Bəli, çoxdur. Bu, mən bilmirəm, Aşıq Şakirin mahnısıdır. Ya Aşıq Pənahın, bəli. Çünki burada Şirvan ritmi var. Çünki niyə görə ki, mən artıq onlarla bişmişəm. Ay bala. Müəllim. Bax, gəldik belə-belə verilişimizin axırına çıxdıq. Bu etiraf olmadı. Açığı deyim. Keçən dəfə gələndə etiraf eləydi. 17 il bundan qabaq. Bu etiraf olmadı, amma etiraf oldu. Necə oldu? Keçən dəfə tək gəlmişdiniz. Bu günləri maşallah bir ordu gətirdiniz. İnşallah gələn dəfə Allahın köməyinə bir başqa şeylər də gözləyirəm də inşallah hərənin öz ürəyindəki o gözəl bir şeylərlə gələsiniz. Həmişə o etirafları eləyəsiniz və Allah sizi qorusun həmişə. Təşəkkür ederim. Və sənətimizdən, səhnəmizdən, elimizdən, obamızdan, muğam dünyasından əskik olmayasınız. Həmişə gətirəsiniz, yer göy tutmasın tələbələrdən. İnşallah. Ən gözəl müəllim odur ki, özündən sonra yetirmələri qalır. Siz nə fikirləşirsiniz? Çox sağ olun. Təbii ki, sizlərin dəstəyidir. Musiqimizə verilən bir qiymətdir. Dövlətimizə. Çünki dövlətimiz də, dövlət başçımız da, Mehriban xanım da Allah canlarını sağ eləsin ki, bizim milli musiqimizə, milli muğamlarımıza bu qədər dəstək olurlar. Bugün də elə bax, o muğam müsaqibəsi davam eləyir. Bax, bugün də o artıq neçəncidir bu? Vallahi yadımda deyil. 9-cu. Artıq 9-cu olmalıdır. Yəni, bu bilirsiniz nə deməkdir? Yəni, dövlət tərəfindən də doğrudan da bizim... Və yadıma gəlir ki, ən birinci o vaxtı Respace-də başlamışdı. Bəli, o vaxtı. Respace-də başlamışdı, ondan sonra şey oldu, getdi. Bugün də yəni ifaçılarımız yetişir, bizi sevindirir. Təbii ki, bu dəstək olmalıdır. Təbii. Siz də dəstək olursunuz, bu da laf gözəllikdir ki, mən də bütün kanallara, sizin kanalınız başda olmaqla təşəkkürümü bildirirəm və xahiş edirəm ki, əsas yaxşı musiqilərə, milli musiqilərimizə daha çox yer verilsin, yaxşı sənətkarlar dəvət olunsun. Mən demirəm ki, hər yerdə mən olum. O qədər gözəl sənətkarlarımız var ki, hamısı gəlsin, onlar da Azərbaycan musiqisini belə deyək də, xalqımıza çatdırsınlar. İnşallah. Və şəxsən sizə təşəkkürümü bildirirəm ki, dəvətiniz. Çox sağ olun. Biz sizə təşəkkür edirəm gəldiyiniz üçün. Doğrudan da həmişə canla başla, çünki illərin biz dostlarıyıq. Bəli. Allah Teala çətin günlərimizi arxada qoysun. Hər bir insan, sizin də çətinliğiniz olub, mənim də olub. Mən də çox asanlıqla gəlməmişəm. Bəli, əzabla, əziyyətlə gəlmişəm. Qarabağ döyüşlərindən gəlmişəm, özüm tək başına bu günlərim öz zəhmətimlə gəlmişəm yəni bu sənətə. Mənə heç kim belə düzdür, xalqımız dəstək olub, dövlətimiz mənə ad verib, mən bu günlərim Respublikanın əməkdar artistiyəm. Təbii ki, mənim üçün böyük bir fəxridir. Amma özüm zəhmət çəkmişəm. Yəni, uşaqlıqdan mən oxuyuram, artıq mən 45 ildir bu sənətdəyəm. Mən ilk dəfə Ulu Öndərin qarşısına çıxanda, onda mənim 11-12 yaşım var idi. Ya o vaxtın
Allah ruhunu şad eləsin. Elə xeyir duası ilə gəldik. Bu günlərimdə həqiqətən fəxr eləyirəm ki, mən Cabir Abdullayev kimi bu xalqın içindəyəm və hardasa bir balaca da olsa özümə hörmət qazana bilmişəm. Təbii ki, bu göydə Allahın verdiyi bir neymətdir. Hər bir şey verən Allahdır. Bəli. Biz yerdə də onun bəndələridir ki, yaxınlardır ki, bizim musiqimizə, insanımıza qiymət verən insanlar var ki, mən onları salamlayıram hamısını. Mən Azərbaycan xalqının qarşısında baş əyirəm. Teşekkür ederim Cabir müəllim. Allah sizi var eləsin. Allah sizi də var eləsin. Sağ olun verişimizə gəldiyiniz üçün. Verişimizin sonuna gəldik, çatdıq. Sonunda bir mahnı ilə yekunlaşdırırıq. Artıq bizə verilən vaxt bitdi. Buyurun. Neçə dəqiqə vaxtımız? Buyurun. Neçə dəqiqədir vaxtımız? Oxuyun. Könlüm ister göreye yarın, 3 gündən biri 5 gündən bir. Arzularım vəfadarım, 3 gündən biri 5 gündən bir. Arzularım vəfadarım, 3 gündən bir 5 gündən bir. Gəl mənim yarım, səndədir hər ixtiyarım. Mən səni əldən, mən necə əl çəkim sən tək gözəldəyən. Mən necə əl çəkim sən tək gözəldəyən. Hərdən düşünürəm bəxtəbərəm mən. Hərdən düşünürəm bəxtəbərəm mən, geriyə boylansam qüssələnirəm. Xəyalım dolanır ötən çağları, sıxır xatirələr qüssələnirəm. Ne yaxşı bu dünya belə yaranıb, dağlar bir-birlə qoşa dayanıb. Hər dəməyən dünənimə gizli boylanıb, atam görmürəm qüssələr.